Siyasi dairələrdə adı keçən, özünü xeyriyyətçi və sair kimi təqdim edən böyük biznes imperiyasının sahibi Ramil Əhmədovla bağlı hadisələr və qalmaqallar bitmək bilmir. Bölgə TV-yə daxil olan məlumatda iddia edilən ən diqqət çəkən hadisə 2017-ci ildə yaşanıb. Belə ki, Əhmədov idarə etdiyi 90 RB 009 dövlət nömrə nişanlı Volkswagen Mercedes markalı avtomobillə Vaz 2107 markalı avtomobilin sürücüsünün qarşısını kəsərək onu hədələyib və sürücüyə qarşı təhdidlər edib. Hadisənin video görüntüləri yayılsa da, mənəvi və hüquqi məsuliyyətlə bağlı açıq nəticələr barədə ictimaiyyətə kifayət qədər aydın məlumat təqdim olunmayıb. Ramil Əhmədov biznes portfeyli və ictimai mövqeyi ölkə mətbuatında manşetlərə daşınıb. O Lady Charm, X-Lady, X-Men geyim mağazaları, Dostluq kafesi və PSS mühafizə şirkətinin sahibi kimi bir çox yadda qalan hadisələrdə yer alıb. Bundan əlavə, onun Nizami və Yasamal rayonlarında geniş tikinti fəaliyyətləri ilə bağlı əlaqələri barədə məlumat verilib. Metronun Neftçilər stansiyası yaxınlığından başlayaraq 8-ci kilometr bazarına gedən yolda bir sıra tikinti obyektlərinə nəzarət etdiyi də kimsəyə gizlin deyil. Bunlarla yanaşı, Əhmədov tikinti maqnatı kimi paytaxtda yaşıl terror əstirib. Yaşıllıqların məhv edilməsi və səkilərin zəbt edilməsi hallarını Yasamal və Nizami rayonlarında həyata keçirilməsində və ictimai ərazilərin kommersiyalaşdırılmasında adı olan iş adamlarından birincisidir. Yerli sakinlərin və jurnalist araşdırmalarının göstərildiyi kimi, yeni tikililər və kiçik müəssisələr müəyyən məkanların görünüşünü və imkanlarını dəyişdirib. Ağacları qənim kəsilən bu iş adamı media yazılarında onun ağaclarının kəsilməsi və şəhər yaşıllıqlarına zərər vurması ilə bağlı ittihamlar yer alır. Bu iddialar təkcə ətraf mühit məsələsi deyil, eyni zamanda icma narazılığı və yerli infrastrukturun kommersiyalaşdırılması ilə bağlı geniş suallar yaradır. Bəzi mənbələrdə Əhmədovun qısa müddətdə özünü oliqarxa çevirməsi, tikinti və ticarət obyektlərinə nəzarət etməsi və təsir dairəsi genişləndirilməsi qeyd edilib. Onun ictimai tədbirlərdə və sosial platformalarda bahalı avtomobil kolleksiyalarını nümayiş etdirməsi də bu təəssüratı gücləndirir. Ramil Əhmədovun fəaliyyəti yalnız fərdi biznes maraqları ilə məhdudlaşmır. İstinad olunan məlumatlar onun yerli iqtisadi mühitə, şəhər məkanlarının bölüşdürülməsinə və sosial münasibətlərə təsirini göstərir. Xüsusilə tikinti obyektlərinə nəzarət, yaşıllıqların məhv edilməsi və ictimai məkanların kommersiyalaşdırılması kimi məsələlər sakinlər tərəfindən də davamlı etirazlara səbəb olmaqdadır. Rəna Rövşənqızı, Bölgə TV.